arzularınızı, həm də maneələrinizi nəzərə alın. Çünki gələcək, o vaxt gələcək. Siz həmişə motivasiyalı olmayacaqsınız. Mən bu texnikanı dil öyrənmək üçün edirəm. İndi gəldik maneələr bölümünə. Bunları yazırsan ki, bəzən bunu dönüb oxu. Çoxumuzun düşüncəsi var ki, yaxşı düşün, yaxşı olsun. Bir neçə metod da bilirəm. Onları da tək-tək mütləq paylaşacağam. Neçə dəfə bir istəyiniz olub və onu yarıda qoymusunuz və ya istədiyiniz bir şeyə nail olmaq üçün düzgün planlama qura bilməmisiniz və yarımçıq qoymusunuz. Bu təbii ki, hər birimizdə dəfələrlə baş verir, amma doğru videodasan. Bugün sənə məqsədlərinə çatmaq üçün çox gözəl bir metod deyəcəm. Əgər bu metoddan sonra da hələ də istədiyin şeylərə çata bilməsən, o zaman otur və özünə bu sualı ver. Mən həqiqətən bu işi eləmək istəyirəmmi? Yoxsa kiməsə görə, kiminsə istədiyi üçün eləyirəm. Bəzən valideynlərimizin istəklərinə əsasən bir şeylər eləməli oluruq, amma onu özümüz istəmirik deyə beyin hər dəfə onu ertələyir. Sonra deyir. Plan qurur, amma başlamır. Yəni bu tərz şeylər çoxdur. İndi keçək bizim möhtəşəm mövzumuza. Bugün danışacağımız mövzu WOOP metodu. WOOP metodu nədir? New York Universitetində bir professor tərəfindən yaradılmış bir metoddur. Əslində hər şey adında gizlidir. Wish, yəni dilək, outcome, nəticə, obstacle, maneə və plan. Bu qədər sadə 4 addım sizin həqiqətən hədəflərinizə o qədər qısa müddətdə çatdıracaq ki, əməl eləsəz düzgün şəkildə. WOOP texnikası niyə bu qədər işə yararlıdır desəz, çoxumuzun düşüncəsi var ki, yaxşı düşün, yaxşı olsun. Amma bu elmi tərəfdən sübut olunub ki, çox yaxşı düşünmək əslində bizə yaxşıdan çox, hətta zərər belə verə bilər. Necə desəz, belə ki, məsələn, beynimiz biz bir şeyi çox düşünəndə beyin onu etmiş kimi o dopamin deyirlər, onu alır və kifayət qədər o həyəcanı, o hissi, o sevinci yaşayır. Avtomatik bədənə siqnal ötürür ki, artıq bunun üçün çalışmağına ehtiyac yoxdur. Yəni bir söz var, insan ən gözəl özünü aldadar. Tam olaraq bu. Aşırı çox düşünəndən sonra artıq beyin bunu etmiş və hal-hazırda buna nail olmuş kimi rahat hərəkət eləyir. Onun üçün bir şeylər çabalamır, bir şeylər eləməyə çalışır. Tam olaraq WOOP texnikasında sizə biraz realist baxmağı öyrədir. Yəni manifestdəki kimi hər şey xəyal dünyasında gerçəkləşmədiyini açır söz nəsil mənasında. WOOP texnikası həm arzularınızı, həm də maneələrinizi nəzərə alır. Yəni təkcə istədiyinizi deyil, o yolda sizi nələr gözləyir, o yolda siz nələrdən keçəcəksiniz, bunların hamısını öncədən sizə göstərir. İndi başlayaq, bu ardıcıllığı sizlə bir yerdə tamamlayaq. Mən də özüm sizin üçün bir nümunə hazırlayacağam, ən sonunda onu da göstərəcəm ki, sizin üçün rahat olsun. Əlavə nə sualınız olsa, rəylərdə yazmağı unutmayın. İlk addım arzu. Həqiqətən otur və düşün. Həyatında nəyi dəyişmək istəyirsən? Sağlam həyat mı yaşamaq istəyirsən? Yeni bir iş mi istəyirsən? Dilmi öyrənmək istəyirsən? Nə istəyirsən? Tamam. Burada vacib bir məqam var ki, nə çox abartmayım. 2 ay içində mən dil öyrənəcəm deyirsənsə, buna da ehtiyac yoxdur. Çünki 2 ay içində dil öyrənmək mümkün deyil. Ona görə biraz realist yanaş və sənin üçün həqiqətən önəmli olan bir şey seçməyə çalış. Və nəticə bölümünə gəldik. İndi manifestlərdən sizə tanış olan bir metod deyəcəm sizə. Nəticə bölümündə bunu eləyirik ki, gözünü yum və düşün. Bu istədiyin işə nail olandan sonra necə hiss edəcəksən tam olaraq? Nələr dəyişəcək həyatında? Tam ən xırda detalına qədər yaz. Necə? Məsələn, ingilis dili öyrənmişəm. Hər şey çox gözəldir. Mən artıq xaricdən iş imkanları əldə etmişəm. Xarici dostlarım var. Xaricdə səyahət etmək mənim üçün artıq daha rahat və daha maraqlıdır. Bunları yazırsan ki, bəzən bunu dönüb oxuyacaq. Nə istədiyimizi, nəyə çatmaq istədiyimizi, hansı hissləri yaşaya biləcəyimizi unutmayaq deyə. Və indi gəldik maneələr bölümünə. Maneə bölümü 2 yerə bölünür. Daxili maneə, xarici maneə. Bu da nə deməkdir? Yəni bu işə gedib çatmaq üçün sənə daxili olaraq maneə olan şeylər nələr? Tənbəlliyinmi, vaxtının olmamasımı, motivasiyasızlıqmı, yuxusuzluqmu? Tam olaraq sənin daxili problemin nələrdir? Sonra keçək ikinci bölümünə, xarici maneələr.
Xarici maneələr nələrdir sənin üçün? Məsələn, otağın mı yoxdur, rahat işləyə bilmirsən, səs-küy mü olur ətraf, yoxsa valideynlərin mi dəstəkləmir, yoxsa maddi imkanın mı yoxdur? Nə çatışmır? Xarici sənin əlində olmayan hansı səbəblər maneədir bu iş? Nələri düzəldə bilərsən? Sənin üçün bu işin etməyində qarşında problem olaraq nələr var? Maneələrin hər iki tərəfinin hamısını yaz və düşünə-düşünə yaz. Bunu 2 dəqiqənin içində elədim, bitdi demə. Düşüncə ağlına gələcək. Ağlıma heç nə gəlmir deyəcəksən, amma gələcək. Bir balaca dirək və ağlına gələcək. Və çoxunluqla görəcəksiniz ki, əslində ən çox maneə sizin daxili maneənizdir. Xarici maneələr o qədər də çünki təsir eləyə bilmir. Biz daxilən həqiqətən onun üçün savaş verəndə xarici heç bir problemlər artıq bizim üçün önəm daşımır. Əsas məqsədimiz odur ki, biz bu problemləri tapaq və gəldik ən önəmli hissələrdən birinə. Plan. Əgər onda ilə başlayan cümlələr quracağıq. Nə demək istəyirəm? Maneələrimizi seçdik ha. Tam olaraq onlardan cümlələr quracağıq. Sadəcə başında əgər olacaq. Məsələn, mən bu texnikanı dil öyrənmək üçün eləyirdim və özümdə bu hissədən sizə bir misal çəkmək istəyirəm. Mənim tənbəlliyim o idi ki, bəzən həqiqətən enerjim olmur və dil öyrənmək beyin, zehin yoran bir şeydir və həmin gün onu öyrənmək istəmirəm. Özümə belə bir şərt qoymuşam ki, əgər yorğun olsam, onda sadəcə ingilis dilində əyləncəli mahnılar dinləyəcəm. Və bu belə mənim üçün kifayət. Əgər belə hiss eləsəm, nə edəcəmi indidən düşünürsüz. Niyə? Çünki gələcək, o vaxt gələcək. Siz həmişə motivasiyalı olmayacaqsınız. Siz həmişə güclü, rahat hiss eləməyəcəksiniz. Bəzən çox yorğun olacaqsınız. Ona görə indidən bütün bəhanələrimizi kəsirik. Sözün əsl mənasını. Sanki düşün ki, o dostundur və sənə bəhanələrlə nələrsə danışmaq istəyir. Və onun qoy qabağına de ki, elə olacaqsa belə eləyərsən, belə olacaqsa elə eləyərsən. Deyə onun bəhanələrini kəs. Tamam, əsl mövzu bu. Bu ən vacib məqamlardan biridir. Çünki indiyə qədər etdiklərimiz okey, əsasdır, önəmlidir. Amma ən önəmli məqam bu bəhanələrimizi aradan qaldırmaqdır. Bunu etdiyiniz an inanın ki, o planlama o qədər gözəl şəkildə olacaq ki. Və həqiqətən yorğun, bunları etmək istəməyəndə oturun və düşünün. Qeyd etmişdik axı, necə hiss eləyəcəm, nələr olacaq, həyatımda nələr dəyişəcək. O tərz hiss eləyəndə çönün onları oxuyun və onlar sizə az da olsa bir motivasiya verəcək və əslində nə üçün çalışdığınızı, nə üçün çabaladığınızı xatırladacaq sizə və bu da çox gözəl bir hissdir. Mən tez bazar sizin üçün çox qısa bir nümunə eləyim bunun üçün. Məsələn, mən bunu belə dəyərləndirərdim. Dilək olaraq hər gün 10 səhifə kitab oxumaq. Deyək ki, nəticə nə istəyirəm əslində? Daha çox məlumat öyrənib, daha yaxşı videolar ortaya çıxarmaq. Deyək ki, maneələr nələrdir? Daha çox telefonla məşğul oluram, vaxtımı səmərəli istifadə edə bilmirəm və yorğun oluram. Bu anda plan ortaya keçir və deyir: əgər yorğun olsam, sadəcə 2 səhifə, 3 səhifə oxuyacağam, amma oxuyacağam, o davamiyyəti pozmayacağam. İndi qısaca toplayası olsaq, bunu ümumilikdə necə edə bilərsən? Sakit bir yerə keç və otur. Hər mərhələni yaz. Maneələrə dürüst yanaş. Yəni, deyək ki, sevgilin var və sən onunla vaxt keçirmək istəyirsən, o maneədir sənin üçün. Yəni sənin vaxtını gedir ona və bir anda zəng edir ki, gəl filan şey eləyək və ya nə bilim bir anda yazır ki, danışaq falan və bu sənin üçün maneə sayılır. Sən ona deməlisən ki, məsələn, ən şey ehtimalda, yəni belə şeylərdə yalan belə danışa bilərsən. Tamam, okeydir. Qəlb qırmaq istəmirsənsə yalan danış. Denən ki, anam bir iş tapşırıb, ona həll edeyim, gələcəm. Həyatım, özün üçün nələr eləməlisən. Birinci özün üçün nələr eləməlisən. Öz həyatını qurmalısan. Hər şey gəldi və gedərdi. Ona görə özünə fokuslan. Və düşünmə ki, yox, o mənim üçün maneə deyil falan. Bəli canım, maneədir. Dürüst olaq. Və planın konkret olsun. Ay belə olsa bəlkə belə eləyərəm, yox. Yəni həqiqətən bir problem, bir maneə çıxanda ortaya tam olaraq nə edə biləcəksənsə onu yaz. Abartılı şeylər yazma. Yox, mən yenə də motivasiyamı toparlayacağam və 10 səhifəni yenə də oxuyacağam falan demirsən. Onu bir düşürdürsən aşağı. Bunu bir dəfə eləyib kənara atmayın. Məsələn, bunu bir dəfə etdiniz, hər həftə çalışın bir dəfə üzərindən keçin və ya yeniləyin. Çünki məsələn, bu həftə elədiyin şey gələn həftə ilə uyğun olmaya bilər. Məsələn, orada bir şey yazmısan, amma baxırsan ki, yox, mən bunu eləyə bilmədim, bunu dəyişim deyə düşün, bunu bir dəfəlik silib atım deyə düşünmə. Tam olaraq bu çox önəmli məqamdır. Ona görə burada diqqətli olmağını istəyirəm. Bugünkü mövzumuz bu idi və
Sizə qeyd edeyim ki, bu həqiqətən sadə görünə bilər, amma araşdırılmış və nəticədə həqiqətən bu metoddan düzgün şəkildə istifadə edənlərin 2 qat daha tez istəklərinə, hədəflərinə çatdığı görülür. Bugünkü videomuz bu qədər. Özünə çox yaxşı bax. Ümid edirəm ki, bu video sənin üçün faydalı olacaq. Əgər bunu sevdinsə, buna bənzər bir çox mövzularda videolarımız olacaq və kanalımızda da hal-hazırda bir çox mövzulardan var. Şəxsi inkişaf, psixologiya, kitab tövsiyələri, öz maraqlı hobbilərimdən və bir çox söhbət etdiyimiz videolar. Sənin üçün ən uyğun olanı seçib baxmağı unutma. Özünə çox yaxşı bax. Səni çox öpürəm. Hələlik.